Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İyyəkum və zan, zənn etməkdən çəkinin. Çünki zənn ən yalan sözdür. Bəli, ən yalan sözdür. Həqiqət deyil ona görə. İnsan zənn edən nə qədər günahlara düşür. İnsanların haqqına girir. O belədir, belədir. Oradan şeytan bəzir. Görsən həmişə zənni şeytan bəzəyəcək. Elə bilirsən ki, kimin haqqında zənn etmirsən, sənin fikirləşdiyin kimidir. Sonra aydın olur ki, sən deməli deyilmiş. Vəziyyət başqa cürmüş. Necə mən xata elədim? Çünki şeytan o qədər bəziyib ki, insan gözün körədir, həqiqəti görə bilmir. Ona görə zənn etmək olmaz. Zənn düşmənçilik yaradır, ədavət yaradır. Zənn edən insan qeybət edir, nəmmamlıq edir, haqqlara girir. İnsanın günaha düşməsi üçün kifayət edir. Yəni qul haqlarını tapdalamaq üçün zənn kifayət edir. İnsan bir dənə zənn etməklə dəlil sübutu olmadan, nədir məsələn, nəsə görüb və nəsə eşidib və bunun üzərində bu kişi əhkam qurub, ha demək bu beləymiş. Belə olanda əlbəttə yalan danışmış olacaq, günahlara girmiş olacaq və haqlara girmiş olacaq. Sonra halallıq almasa nə olacaq? O da haqqını halal etməsə nə olacaq? Ona görə zənn eləməyə yaraşmaz. Qardaş, bir şey tam bilmirsənsə, əmin deyilsənsə, əlində dəlil sübutların yoxdursa, bir kəs haqqında zənn etmək olmaz, çünki ən yalan sözdür. Günahdır, günah da sonu cəhənnəm odudur. Ona görə insan gərək kiminsə haqqına girməsin, zənn etməklə özün üçün oddan bir çuxur hazırlamasın. Bizə ki, o sələflərdən gəlir, oddan bir çuxur, yəni özüvə oddan çuxur qazma günah. Qiyamət günü gəlib qarşılaşacaqsan, haqqını halal etməyəcək. Nə olacaq? O zaman vəziyyət yaxşı olmayacaq. O gündə heç kəsə keçməyəcək. Ona görə insan gərək özünü indi yükləməsin. Zənn eləməklə günaha düşmək lazım deyil.